Ağam, inşallah olurlar. Kylian Mbappe'nin yəqin ki oynama ehtimalı yüksəkdir, çünki bugün mətbuat konferansında da çıxış edib. Bir cavabı daha çox diqqətimi çəkdi, ona verilən sualla ki, yəni sabah Olivier Giroud'un 57 qol rekordunu qıra bilərsənmi? O da ideal şəkildə bilir ki, ola bilsin ki, sabah Azərbaycanın oyunda bu rekordu qırdın. Yəni, nəzərə alaq ki, onun 52 qolu var. Yəni, bu cür açıqlamalar futbolçuları daha çox stresə soxur, yoxsa daha çox motivasiya edir? Yəni, bundan istifadə edib futbolçularınızı daha çox motivasiya edə bilərsiniz. Əlbəttə bilirik ki, bu futbolçular statistikalarını yaxşı eləmək üçün həmişə qol vurmaq istəyirlər və rekordlar qırmaq istəyirlər. Bu normaldır. Rəqibin son oyunlarını da təhlil eləmişik, yəni bilirik. Yəni, əlbəttə futbolçunun belə deməyi, biraz futbolçularımızda dediyimiz o hirsi çox olmalıdır. Amma biz daha soyuqqanlı və daha bu oyuna yanaşmalıyıq. Çünki bizim bilirik fərqimiz, yəni reallıq da var. Bugün rəqiblə bizi eyni səviyyəyə qoymaq olmaz. Amma biz də nələrsə sahib olmaq istəyiriksə, gələcəkdə nələrsə qazanmaq istəyiriksə, bu oyunlardan qazanmalıyıq. Bizim futbolçularımız bu oyunda özlərini göstərməlidirlər. Göstərməlidirlər ki, gələcəkdə özümüzə yaxın rəqiblərlə başa-baş və ya onlardan üstün futbol oynayaq. Ona görə bu futbolçulara qarşı oynamaq məncə bizim futbolçular üçün motivasiyadır. Bəlkə də karyeralarında nadir hallarda olur ki, qarşılaşırlar. Çünki baxsaq Fransa ilə son il biz 20 il öncə qarşılaşmışıq. Ona görə böyük komandalara qarşı oynamağın özü də bir möhkəmlik gətirir. Ceyhun.